Severler, hər birinizi salamlayıram. MİQ imtahanlardan düşə biləcək belə bir maraqlı sualın həllini sizlərlə bölüşmək istəyirəm, paylaşmaq istəyirəm. Vaxt itirmədən məsələmizin həllinə keçək. Məsələmizin şərtində deyilir ki, K nöqtəsindən 10 metr böl saniyə sürətli üfüqə atılan cisim L nöqtəsinə düşür. Buna əsasən cisim L nöqtəsinə düşən andakı sürəti neçə metr böl saniyədir? Sürtünmə qüvvəsi nəzərə alınmır. J'nin də qiymətinin 10 metr böl saniyənin kvadratı verib. Yaxşı. Cisim L nöqtəsinə dəyən anda, sürətin istiqaməti bax belə olacaq. L nöqtəsinə dəyən anda sürəti olacaq bu. Bunu işarə edirəm, bax belə. İndi baxın bu 10 elə sürətin üfüqü toplananıdır. Bunu işarə edirik, bax belə. Vx deyirəm buna da. Bir də bu sürətin şaqulu toplananı göstərsək. Sürətin şaqulu toplananda olar bu. Buna da deyərəm Vy. V'miz də ki budur da. Budur. Bu V özü nəyə bərabər olacaq? V bərabər olacaq kök altında Vx'in kvadratı üstəgəl Vy'in kvadratı. Biz burada Vy'yi tapıb gətirib yerini yazandan sonra Vx'imiz var. Asanlıqla V'ni hesablayacağıq. Bunun üçün nə edirik? Baxın, bu olsun bizim hündürlüyümüz H. Bu da ki uzunluqdur L. Yaxşı. Burada aldıq düz bucaqlı üç bucaq. Bu 45 dərəcədirsə, baxın burada 45 dərəcə olacaq. Onda H-ın L-ə nisbəti bərabərdir tangens 45 dərəcə. Tangens 45 dərəcədən 1-ə bərabərdir. Onda buradan alıram H bərabərdir L. L'in özünün düsturu var. V vurulsun. Kök altında 2H bölünsün J. Digər tərəfdən bu bərabəri kvadrata yüksəlsək, olur H kvadrat bərabərdir V'nin kvadratı. Bu J kökdən azad olunur. 2H bölünsün J. Bunlar ixtisar gedir. Alırıq H bərabərdir V'nin kvadratı. 2 bölünsün J. Yaxşı, qiymətlərini yazsaq, V'nin qiyməti 10'dur. 100 vurulsun 2 bölünsün 10'a. Bu belədir 20. Deməli, H bərabərdir 20 metrə. H'ımız oldu 20 metr. Deməli, L də 20 metrdir. L də H-a bərabər idi. Bu da olacaq nə qədər? 20 metr. Yaxşı. Digər tərəfdən H özü nəyə bərabərdir? H bərabərdir Vy kvadrat bölü 2J yazmaq olar. Buradan Vy'yi tapsam kök altında 2JH da bərabərdir. 2 vurulsun J'nin qiyməti 10'dur. H'ımız da 20'dir. Bunlara hesablasaq kökdən 20 çıxacaq. Deməli, aldıq 20 metr böl saniyə. İndi bu ifadələri gətirib yuxarıda yerinə yazsaq, yəni yuxarıdakı düsturda nəzərə alsaq, alırıq V bərabərdir. Vx'in qiyməti 10'dur. 10'un kvadratı edir 100. Vy'yi də 20 tapdım. 20'nin kvadratı 400. Bu da eləyir 500. 500'dən neçə çıxar? Yəni 500'ü yazaram 100 vurulsun 5 yazsam 10 kökdə 5. Doğru cavabımız D. Sağ olun.